Və hər kəsə salam olsun. Bu gün sizlərlə korrupsiyaya qarşı mübarizə haqqında qanundan sual-cavaba baxacağıq. Qeyd edim ki, bundan əvvəl də digər mövzuların dövlət qulluğudur, etik davranış qaydaları haqqında qanundur. Bunların da sual-cavab formatında videosunu hazırlamışam. Və qeyd edim ki, bu korrupsiyaya qarşı mübarizə haqqında qanunun da PDF-in mən öz Telegram və WhatsApp qrupumda paylaşacağam. Həmin məlumatları əldə etmək üçün isə aşağıda yerləşdirəcəyim link vasitəsilə həmin qruplarıma üzv olursunuz və pulsuz şəkildə o vəsaitləri əldə edirsiniz. Gəlin vaxt itirmədən keçək suallarımıza. Sualımız bundan ibarətdir. Deyir ki, korrupsiya haqqında qanun, yəni hansı tədbirlərin həyata keçirilməsinə yönəlmişdir? Bu, hüquq pozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrin aradan qaldırılmasına yönəlmişdir. Əlavə olaraq, qanun hansı orqanların və vəzifəli şəxslərin fəaliyyətində şəffaflıq və səmərəlilik təmin edilməsinə yönəlmişdir? Bu, dövlət və yerli özünü idarə etmə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan hüquqi şəxslər, eyni şəkildə publiki hüquqi şəxslər və büdcə təşkilatları. Daha sonra qanunun cəmiyyətlə bağlı məqsədi nədir? Cəmiyyətlə bağlı məqsədindən biri də budur ki, həmin orqanlara əhalinin etimadının möhkəmləndirilməsi məsələsi var və daha sonrakı sualımız burada bu olur ki, korrupsiya anlayışı bu qanunda necə izah olunur? Korrupsiya, qısa şəkildə desək, vəzifəli şəxslərin statusundan və ya səlahiyyətlərindən istifadə etməklə qanunsuz maddi və sair nemətlər istəməsi, alması və ya qəbul etməsi və ya bu nemətlərin onlara təklif olunması. Qısa şəkildə bunu belə yadınızda saxlaya bilərsiniz. Daha sonra keçirik digərinə. Bəs korrupsiya riski nədir? Korrupsiya riski, korrupsiya hüquq pozmalarının və ya korrupsiyaya şərait yaradan hüquq pozmaların törədilməsi ehtimalıdır. Korrupsiya ilə əlaqədar hüquq pozmaların subyektləri kimlər hesab olunur? Dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslərdir, dövlət qulluqçularıdır. Söhbət burada inzibati vəzifə tutan dövlət qulluqçularından gedir və yaxud dövlət və ya yerli özünü idarə etmə orqanlarında təşkilat sərəmverici və ya inzibati təsərrüfat funksiyalarını həyata keçirən şəxslər olsun. Xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər də var burada eyni şəkildə və sair və sair. Və bu saydıqlarım da bu arada vəzifəli şəxslər sayılır. Və vəzifəli şəxs sayılmayan iki belə deyək, subyekt var idi ki, bunlar öz nüfuzundan və əlaqələrindən istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək müqabilində maddi nemətlər əldə edən şəxslərdir. Biri budur. Biri də ki, vəzifəli şəxslərə qanunsuz olaraq bu maddi nemətləri vəd edən, təklif edən və yaxud da ki, verən fiziki və hüquqi şəxslər ya da belə hərəkətlərdə vasitəçilik etmiş şəxslərdir, yadınızda saxlayın. Deyir ki, bu qanun Azərbaycan Respublikası ərazisində kimlərə şamil edilir? Qanunun tətbiq dairəsi var. Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslərə şamil olunur. Əcnəbilər və vətəndaşlığı daxil olmayan şəxslər daxil olmaqla, bax bunu ilə yadınızda saxlayırsınız. Daha sonra Azərbaycan Respublikasının ərazisində bu qanun kimlərə şamil olunur? Bu da maraqlı bir sualdır. Azərbaycan Respublikasından kənarda bu Azərbaycan Respublikasının vətəndaşlarına və yaxud da ki, Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxslərə. Qanun ölkə xaricində hansı əsasla tətbiq edilir? Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq bu tətbiq edilir. Bu bayaq dediyim sualdır. Yəni söhbət burada gedir vəzifəli şəxslər kimlərdir və yaxud burada yazılıb maddə 2.1.1-dən 2.1.8-ə qədər olan şəxslər ümumi şəkildə necə adlanır? Bunlar vəzifəli şəxs adlanır. Korrupsiyaya qarşı mübarizəni həyata keçirmək vəzifəsi kimlərin üzərinə düşür? Ümumiyyətlə bütün qurumlar və vəzifəli şəxslər səlahiyyəti çərçivəsində bu vəzifəni yerinə yetirirlər. Korrupsiya ilə əlaqədar hüquq pozmalar inzibati və ya cinayət məsuliyyəti yaratdıqda mübarizəni kim aparır? Hüquq mühafizə orqanları bəli, cinayət yaradırsa, qanunverici isə müəyyən olunmuş qaydada aparır. Korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan hansıdır? Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiyası.
Korrupsiyaya qarşı mübarizə üzrə komissiyasının tərkibi kimlər tərəfindən təyin olunur? İcra, qanunvericilik və məhkəmə hakimiyyəti orqanları tərəfindən. Komissiyanın səlahiyyətləri nə ilə müəyyən olunur? Qanunla təsdiq edilən əsasnamə ilə. Vəzifəli şəxslər hər il hansı məlumatları təqdim etməlidirlər? Ümumiyyətlə bu maliyyə xarakterli tələblərdir. Hər il öz gəlirləri barədə, vergi tutma obyekti, vergi obyekti olan əmlakı barədə və yaxud kredit təşkilatındakı əmanətləri, qiymətli kağızları və digər maliyyə vəsaitləri barədə və əgərləri hansısa şirkətdə, fondda və digər subyektlərin fəaliyyətində səhmdardırsa, orada öz mülkiyyət payı barədə də məlumatı təqdim etməlidirlər. Vəzifəli şəxslər hansı hallarda şirkətlərin və təsərrüfat subyektlərinin fəaliyyətində iştirakları barədə məlumat verməlidirlər? Əgər burada mən qeyd etdiyim kimi səhmdar və ya təsisçi kimi iştirak edirsə və bu müəssisələrdə mülkiyyət payı barədə məlumat verir. Vəzifəli şəxslər hansı məbləğdən yuxarı borc barədə məlumat verməlidir? 5500 manatdan yuxarı olan borclar barədə məlumat verilməlidir. Vəzifəli şəxslər hansı digər maliyyə və əmlak xarakterli öhdəliklər barədə məlumat verməlidirlər? 1100 manatdan yuxarı maliyyə və ya əmlak xarakterli digər öhdəlikləri barədə məlumat verməlidirlər. Vəzifəli şəxslər tərəfindən bu maddədəki tələblərə əməl olunmaması hansı hüquqi nəticələrə səbəb ola bilər? Əməl olunmaması intizam məsuliyyətinə cəlb olunmağa səbəb ola bilər. Vəzifəli şəxslər tələblərə əməl etmədikdə hansı orqan məlumatları dövlət qəzetində dərc etdirə bilər? Həmin o yuxarıdakı bizim komissiyamız vardı, Korrupsiyaya qarşı mübarizə üzrə komissiya. Bax, o komissiya bu məlumatları dövlət qəzetində dərc etdirə bilər, rəsmi dövlət qəzetində. Vəzifəli şəxslərin maliyyə xarakterli tələblərə əməl etməməsi nəticəsində intizam məsuliyyətinə cəlb olunma qaydası necədir? Azərbaycan Respublikasının konstitusiyasına və qanunlarına uyğun olaraq barələrində intizam məsuliyyətinə cəlb olunmanın xüsusi qaydası nəzərdə tutulmuş şəxslər həmin qaydalara riayət etməklə intizam məsuliyyətinə cəlb oluna bilərlər. Yaxın qohumlar hansı hallarda eyni qurumda birgə işləyə bilərlər? Seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla digər hallarda birgə işləmək olmaz. Yaxın qohumlar bir-birinin bilavasitə tabeliyində vəzifə tutsalar nə baş verməlidir? Bu zaman 30 gün ərzində pozuntu könüllü aradan qaldırılmırsa, onlardan biri başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə biri vəzifədən azad edilməlidir. Yaxın qohumlar birgə işlədikləri və vəzifədən azad edildikləri halda həmin şəxs digər orqanda vəzifə tuta bilər. Bəli, digər orqanlarda, qurumlarda vəzifə tuta bilərlər. Vəzifəli şəxs hansı hallarda hədiyyə tələb edə və ya qəbul edə bilməz? Əgər hədiyyə onun vəzifələrinin qərəzsiz icra etməsinə təsir edirsə və ya bu cür təəssürat yaradırsa, tələb edə və ya qəbul edə bilməz. Vəzifəli şəxs hansı hallarda hədiyyə qəbul edə bilər? Qərarsız xidmətə təsir etməyən kiçik hədiyyələr və sadə qonaqpərvərlik hallarında. Vəzifəli şəxs bir il ərzində fiziki və ya hüquqi şəxsdən hansı məbləğə qədər hədiyyə qəbul edə bilər? Cəmi 55 manata qədər olan hədiyyə. Əgər vəzifəli şəxs qəbul etdiyi hədiyyənin məbləği 55 manatdan yuxarıdırsa, bu hədiyyə kimə məxsus sayılır? Onun işlədiyi orqana məxsus sayılır. Davam edirik. Vəzifəli şəxs hədiyyənin qəbul edilib-edilməməsi ilə bağlı qərar verə bilmədikdə nə etməlidir? Səlahiyyətli struktur bölmənin, yəni oradakı şəxsin rəyini öyrənməlidir. Vəzifəli şəxsə qanunsuz güzəştlər, imtiyazlar təklif olunduqda nə etməlidir? Onlardan imtina etməlidir. Əgər ondan asılı olmayan səbəbdən verilibsə, səlahiyyətli struktur bölməyə məlumat verməli və həmin belə deyək, maddi nemətləri akt üzrə təhvil verməlidir. Daha sonra orqan rəhbəri korrupsiya risklərinin idarə edilməsi məqsədilə nəyi müəyyən edir? Bu qeyd etdiyimiz kimi səlahiyyətli struktur bölmə və yaxud da ki, şəxs müəyyən edir. Korrupsiya risklərinin müəyyən edilməsi və təhlili hansı dövr ərzində aparılmalıdır? Hər il yanvar ayının 15-dən aprel ayının
15-nədək dövrdə aparılır bu təhlil. Korrupsiya riskləri müəyyən edildikdə hansı məlumatlar nəzərə alınmalıdır? Hüquqi və fiziki şəxslər arasında keçirilən sorğuların nəticələri, korrupsiya ilə əlaqədar müraciətlər və digər müraciətlər nəzərə alınmalı. Məlumatlar üzr istəyirəm. Hər il korrupsiya risklərinin idarə edilməsi ilə bağlı hansı məlumatlar komissiyaya təqdim edilməlidir? Korrupsiya riskləridir, hədəflərdir, qiymətləndirmənin nəticələridir və tədbirlərlə, yəni bununla bağlı keçirilmiş tədbirlərlə bağlı məlumatlardır. Korrupsiya risklərinin idarə edilməsi ilə bağlı hansı təkliflər verilə bilər? Komissiya müvafiq orqanlara korrupsiya risklərinin idarə edilməsi və qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verə bilər. Korrupsiya risklərinin idarə edilməsi qaydalarını hansı orqan müəyyən edir? Müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqan müəyyən edir. Cinayət tərkibi yaratmayan korrupsiya hüquq pozmaları törətmiş fiziki şəxslərə hansı tədbir tətbiq olunur? Onlar inzibati qaydada, belə deyək, cərimə edilir. Cinayət tərkibi yaratmayan korrupsiya hüquq pozmaları törətmiş hüquqi şəxslərə bəs hansı tədbir tətbiq olunur? Onlar qanunla müəyyən edilmiş qaydada cərimə edilir. Cinayət tərkibi yenə eyni sualdır. Yaradan korrupsiya hüquq pozmaları törətmiş hüquqi şəxs haqqında hansı tədbirlər tətbiq olunur? Burada əslində digərindən təkrardır. Onu da qeyd edim ki, cinayət tərkibi yaradırsa, bu zaman cinayət hüquq tədbirləri də tətbiq edilir. Ancaq burada məsələ budur ki, cinayət tərkibi yaratmayanda sadəcə cərimə olunur. Ancaq cinayət tərkibi yaradırsa, yadınızda saxlayın, həm cərimə olunur qanunla, həm də digər cinayət hüquq tədbirləri tətbiq edilir. 41-ci sual. Korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı məlumat necə verilə bilər? Hər bir şəxs tərəfindən yazılı, yəni söhbət elektron ola bilər və ya şifahi formada verilə bilər. Orqanların, qurumların rəhbərləri korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı məlumatların idarədaxili qaydada verilməsi mexanizmini müəyyən etməli və işçilərin hansı mövzuda məlumatları qəbul etmək səlahiyyətinə malik subyektlərlə tanış olmalarını təşkil etməlidir. Korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı məlumatları qəbul etmək səlahiyyətinə malik subyektlərlə və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlarla. Korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı məlumatları hansı şəxs və ya struktur bölmə qəbul etməlidir? Elə səlahiyyətli struktur bölmə və yaxud şəxs qəbul edir. Korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı məlumat qeydə alındıqdan sonra nə qədər müddət ərzində araşdırılmalıdır? 20 iş günü müddətində araşdırılmalıdır. Səlahiyyətli struktur bölmə korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı məlumatı qəbul etdikdən sonra nə etməlidir? Məlumatı qeydə almalı və məlumatın qeydə alınmasının məlumatı verən şəxsə bildirməlidir. Korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı məlumat verən şəxs hansı halda müvafiq orqanın rəhbərinə təqdim etmək hüququna malikdir? Məlumat səlahiyyətli struktur bölmə ilə əlaqədar olduqda. Korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı məlumat verən şəxsin məlumatın açıqlanmasını istəmədiyi halda hansı şəxslər onun konfidensiallığını təmin etməlidir? Bu da səlahiyyətli struktur bölmə, orqanın rəhbəri və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlardır. Korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı məlumat verən şəxsin konfidensiallığının pozulmasında təqsiri olan şəxslər nə edir? Qanunla müəyyən edilmiş qaydada bunlar məsuliyyət daşıyırlar. Korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı məlumat verən şəxsə hansı təzyiqlər və ya təhdidlər qadağandır? Hədə qorxu gəlmək, təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçatmaq var ki, bunlar da qadağan olunur. Daha sonra korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı məlumat verən şəxsə qisas almaq məqsədi ilə hansı tədbirlər tətbiq oluna bilməz? Tənbih tətbiq etmək, əmək müqaviləsinə xitam vermək, vəzifədən azad etmək, başqa işə keçirmək, əmək haqqından qanunsuz tutulmalar aparmaq, vəzifədə irəli çəkilməyə və ya həvəsləndirməyə mane olmaq və digər mənfi xarakterizə etmələr. Korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı məlumat verən şəxsin təhlükəsizliyini təmin etmək üçün hansı halda təhlükəsizlik tədbirləri tətbiq olunur?
Şəxsə və ya onun qohumuna öldürməklə hədənin icra ediləcəyi, zor tətbiq ediləcəyi və ya əmlakının məhv ediləcəyi və ya ona ziyan vurulacağı qorxusu olduqda vəzifəli şəxslər tərəfindən qanunsuz əldə edilmiş əmlak və qanunsuz əldə edilmiş imtiyazlar və ya güzəştlərin dəyəri necə ödənilir? Yəni bunlar vəzifəli şəxslər qanunsuz əldə etmiş əmlakı könüllü olaraq qaytarmaqdan və ya onun dəyərini, habelə qanunsuz əldə edilmiş imtiyaz və ya güzəştlərin dəyərini könüllü olaraq ödəməlidir. Əgər vəzifəli şəxs qanunsuz əldə edilmiş əmlakı və ya güzəştləri könüllü olaraq ödəməkdən imtina edərsə, hansı tədbirlər görülür? Bu zaman məhkəmə tərəfindən müvafiq orqanların iddiası əsasında qanunsuz əldə edilmiş əmlak və ya güzəştlərin dəyəri dövlət nəfinə ödənilir. İşə məhkəmədə baxılana qədər hansı tədbirlər görülə bilər? Məhkəmə tərəfindən cavabdehin əmlakı barədə mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülə bilər. Korrupsiya ilə əlaqədar hüquq pozmalar nəticəsində qəbul olunmuş aktlar necə ləğv edilə bilər? Korrupsiya ilə əlaqədar hüquq pozmalar nəticəsində qəbul olunmuş aktlar müvafiq orqanlar tərəfindən və yaxud müvafiq dövlət orqanlarının və ya digər şəxslərin müraciəti əsasında məhkəmə tərəfindən ləğv edilə bilər. Bununla da biz korrupsiyaya qarşı mübarizə haqqında qanundan sual-cavablarımızı etdik. 55 toplamda sual idi və bunun izahı da verildi. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.